Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya'i vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebel Kasimi Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Ve alihi teybine tahirin ve la'netullah ala a'daihim ecma'in. Minel an ila kıyami yevmiddin. Eûzu billah semena alim mineşşeytanirracim. Rabbi şrah li sadri. Və yəssir li əmri və hlul uqdətən min lisani yəfqahu qavli. Bugünkü biz cümədə deməli keçən dəfə dediyimiz kimi növbəti İmam Səccad əleyhissalamın münacatına keçid edirik. Münacatu şakin, şikayət edənlərin münacatı. Yəni təbii ki, şikayət dedikdə insanın öz nəfsindən şikayət etməsindən gedir, öz günahından. İnsanın özü barəsində Allaha şikayət etməsindən gedir. Və duanın əvvəli belədir ki, İlahi ileykə əşku, Bismillahirrahmanirrahim. İlahi ileykə əşku nəfsən bis-su'i əmmarə və iləl xətiəti mübadirətən və biməasikə mula'a. Buyurur ki, ilahi, sənə elə bir nəfsdən şikayət edirəm ki, məni pisliyə çağırır, pisliyə əmr edir. Günaha tələsməyə meyilli bir nəfsdir. Və sənə qarşı olan günahlara alüdə olmuşdu. Günaha çox alüdədir. Özdə elə bir günah ki, bu sənə qarşı çıxmaqdır. Düzdür, təbii ki, bütün günahlar insana qarşı çıxır, daha doğrusu Allaha qarşı çıxır, insanın Allaha qarşı çıxmağına səbəb olur. Amma burada sanki o günahın şiddətliyini vurğulamaq istəyir, böyük olduğunu vurğulamaq istəyir. Ümumiyyətlə, nəfs bir varlıqdır. Əlbəttə, nəfs nədir? İnsanın ruhudur, başqa bir şeydir, bununla işim yoxdur. Yəni, insanda nəfs var. Nəfs meyilli bir varlıqdır. Nəfsin özünə məxsus xüsusiyyəti var. Nəfs harda yaranır? Nəfs insanda dünyada yaranır. İnsan ki, dünyaya gəlir, bu aləmə, maddə aləmə gəlir, onda nəfs deyilən bir varlıq formalaşır. Əslində, belə desək, nəfs, mən düşünürəm, siz nədir? Mən bunu sadə dilinə istəyirəm, izah edeyim. Nəfs insanın ruhunun avara qalmasıdır. Nəfs insanın ruhunun istiqamətinin dəyişməsidir. Bir növ belə desək. Nəfs gəlir, nələrsə istəyir. Daim istəkdədir. Və bu normaldır? Əlbəttə ki, normaldır. Nəfs pis bir şey deyil. Nəfs zaten istəməlidir. Günah istəyir, zaten istəməlidir, başqa nə gözləyirik ki? Nəfsin xüsusiyyəti budur. Nəfsin funksiyası budur ki, ləzzət istəsin. Günah istəyir, yəni ləzzət istəyir. Nəfsin funksiyası budur. Ləzzət pərəstdir, daim ləzzət arxasınca gedir. Bu nəfsin funksiyasıdır. İnsanı sövq etdirir. Öz ləzzətinin arxasınca düşüb. İndi o ləzzəti gətirib tərcümə edəndə bəzi yerdə zina olur, bəzi yerdə riba olur, bəzi yerdə aqvalideyn olur, bəzi yerdə qəzəb olur, bəzi yerdə qeybət olur. Bu nəfsin istəkləridir. Ən şiddətli forması məsələn şəhvətdir. Bu nəfsin istəyidir və bu normaldır. Yəni biz nəfsdən elə bir şey almırıq ki, o nəfsə ziddir. Əslində nəfsin istədiyi elə odur. Düz də istəyir. Bəs problem nədir? Problem nəfsin uşaq olmasıdır. Yəni nəfsə bir uşaq kimi yanaşsaq, nəfs uşaqdır, uşaq olmasıdır. Başa düşmür. Düz istəyir, amma istiqaməti səhvdir. Niyə? Çünki nəfs uşaqdır. İnsan deyir, məsələn, din gəlib ki, insana nəfsini tərbiyə etməsində kömək etsin. Tərbiyə uşağı tərbiyə eləyərlər də, düzdür? Nəfsin tərbiyə etməsində insana kömək olsun. Əslində o tərbiyə, yəni nəfs bir uşaqdır. Onu tərbiyə etməyə gəlmişik. Düzgün istiqamət verməyə gəlmişik.
Düz istəyir, amma istiqamət səhvdir. İstədiyi zinada deyil. Orada peşman olar. İstədiyi başqa ləzzətdir. Düzgün istiqamətləndirməyə gəlmişik. Məsələn, uşaq istəyir, onu ver, bunu istəyirəm. Elə hey istəyir, səhv istəyir uşaq. Düz istəyir də onun meyli var. Çoxlu yemək istəyir, onun meyli var. Bu uşağın istəyidir. Amma bəzən görürsən ki, səhv ola bilir. Bəzi şeyləri səhv edir, istəyi səhv olur. Gəlsən uşağı ona meylləndirirsən. Uşağa o istiqaməti düzgün təyin edirsən. Bu nəfsin istəyi də bax belədir. Sanki uşaq kimidir, sanki istəyir ki, nələrəsə nail olsun, amma din gəlir bizə o tərbiyə metodunu qoyur ki, biz o nəfsi islah eləyək, yəni o uşağı tərbiyə edək. Nəfs belədir. Nəfsə bir uşaq kimi baxmalıyıq. Və nəfsi tamamilə silim, aradan aparım, elə şey yoxdur. Nəfsi tamamilə silmək söhbəti yoxdur. Nəfsi silmək olmur. Nəfsə istiqamət vermək lazımdır. Ağıl gəlir, neyinir? Ağıl da bir növ o nəfsin, uşağın böyümüş formasıdır ağıl bir növ. Böyük gələr deyər ki, ay uşaq, bilirəm nələr istəyirsən, mən də o vaxt istəyirəm, amma başa düşdüm ki, istədiyim o deyil. Ondan da daha yaxşısını tapmışam, ondan daha yaxşı ləzzət tapmışam. Ağıl sanki böyümüş bir nəfsdir. Allah da burada insana ağlı verir ki, ağlımızla islah eləyək. Valideyn gəlir, övladını tərbiyə eləyir. Valideyn o proseslərdən keçib, indi övlad bilmədiyi yerləri gəlir ona kömək eləyir. Ağıl da o cürdür. Ağıl gəlir insana köməkli eləyir. Nəfsin o istiqamətin, hansı istiqamətə getməlidir, gəlir ona kömək eləyir. Düzgün yola aparır. Onun üçün nəfs bir uşaqdır. Nəfsə o cür yanaşmalıyıq. Nəfsin hər dediyini vermək olmaz. Və belə də baxmaq olmaz ki, mən heç nə eləməyəcəm. Yox, heç nə eləməyəcəm deyil. Mən ləzzət almayacam dünyadan. Yox. Məsələn, niyə hədislərdə tərki dünyalıq məzəmmət olunub? Hədislərimizdə bu var. İmamlardan hədis var ki, tərki dünyalıq dində yoxdur. Bu düzgün bir şey deyil. Bu hədislərdə gəlib. Çünki insan özünü dünyadan qoparda bilməz də. Və yaxud da məsələn bəzi sufi düşüncələri var ki, tamamilə o səhv bir düşüncədir ki, hər şeydən özünü məhrum eləyib ancaq bir güşəyə çəkilib ibadətlə məşğul olmalısan, dünyaya qarışmamalısan. Bu səhv bir şeydir. Çünki nəfs o cür tərbiyə olunmur. Bu düzgün bir şey deyil. Nəfsə yem verməlisən. Axı o ləzzət axtarır. Dünyanın bəhrəsindən bəli verməlisən, amma istiqaməti düzgün eləməlisən. Yəni məsələn tutaq ki, söhbət burada halal istəklərdən gedir, mən haramı nəzərdə tutmuram. Nəfs zaten bunu istəyir. Hər şeydən onu məhrum eləmək olmaz, qırmaq olmaz. Mən ləzzət almayacağam, özümüzü halal ləzzətlərdən məhrum eləyib. Bu nəfsin tərbiyəsində düzgün bir şey deyil. Bu düzgün tərbiyə metodu deyil. Bu Əhl-i Beytin tərbiyə metodu deyil. Bu düzgün deyil. Nəfsə halal istəklərdən verməlisən həddə, amma burada da gəlib onu istiqamətin düzgün tərəfə yönəltməlisən. Din də budur. Din gəlib ki, həmin o istiqaməti insana göstərsin. Din yeni insan yetişdirmir. Necə din yeni insan yetişdirmir? Din insan zaten var. Din gəlir insanın itmiş, özünü itirmiş insana bir kompasdır. Kompas kimi yol göstərir ki, bax sənin istədiyin budur. Bax sən istədiyin məsələn namazdır, sən istədiyin orucdur, sən istədiyin Allahdır. Bəli, sən ləzzət istəyirsən, amma bu ləzzət, o ləzzətləri istəyirsən ki, sonsuz ləzzət olsun. Sən sonsuz ləzzətin arxasınca düşmüsən. Ona görə hədislərdə qeyd olunur ki, insanların fəzilətlisi odur ki, deməli, müvəqqəti olan ləzzəti əbədi olan baqi, əbədi olan ləzzəti dəyişir. Bu insan, yəni insanların fəzilətlisi nə deməkdir? Yəni fəzilət insana aid olan bir şey. Yəni insan öz yerini tapır. Sanki belə tərcümə eləyək də, insanın öz yerini tapması o zaman olur ki, müvəqqəti ləzzəti kənara qoyub əbədi ləzzətə tərəf gedir. Ən fəzilətlisi yəni bu. İnsanın ən fəzilətlisi yəni bu. Zaten fəzilət bizə aiddir, insana aiddir. Fəzilətə çatdığımız zaman öz yerimizi tapırıq. Ona görə insan fəzilətlisi, ən fəzilətlisi, yəni ən düzgün yerini tapmış insan o kəsdir ki, gəlir müvəqqəti ləzzəti, əbədi ləzzəti dəyişir. Ona görə nəfsi tamamilə öldürmək olmaz. Burada bir söz keçir.
Ona görə gəlir, daha doğrusu şikayət eləyir bu münacatda. Mən şikayət edirəm öz nəfsimdən, o nəfsdən ki, pisliyə çox əmr edəndir. Yəni o nəfsə ki, məni səhv istiqamətə yönəldir. Günaha tələsməyə meyillidir. Elə hey tələsir, tələskəndir, elə hey tələsir. Uşaqdır da, o tərəf, bu tərəf deyir, tələsir. Nəfs məni tələsdirir. Sənə qarşı olan günahlara alüdə olmuşdur. Alüdə olmuşdur yəni nə? Yəni əslində sən idin düzgün istiqamət, səhv istiqamətə gedir. Burada bir söz keçir. Və bi ma'asikə mula'a. Burada mula'a sözü var. Mula'a yəni nəfsi vərdiş etmək mənasında. Nəfs vərdiş eləyir. Hə, indi burada vərdiş etmək eləməlidir vərdiş. Ona görə burada mula'a deyir. Nəfs deyir ki, bu şeylərə vərdiş etsin. Və insan nəfsini düzgün istiqamət tərəfə yönəltməsə, səhv tərəfə yönəlsə, əlbəttə ki, o səhv tərəfdə də qalacaq, vərdiş eləyəcək. Belə bir şeydir. Nəfs gözəldir əslində, amma fəzilətə çatsa, ən fəzilətli olsa, bizi xilas eləyən elə nəfsdir. Nəfs möhtəşəm bir, necə deyim, həqiqətdir insan üçün. Nəfsdir ki, insanı kamil insana çevirir. Nəfsdir ki, insanı mələklərdən üstün edir. Yəni biz Allaha şükr etməliyik ki, ilahi, bizə nəfs vermirsən. Doğrudan nəfs möhtəşəm. Biz nəfs deyəndə çox vaxt narahat olurduq ki, nəfsimiz yox. Nəfs möhtəşəmdir. Şükr edək ki, Allah bizə nəfs verib. Amma o zaman o şükrü düzgün əda eləyərək ki, düzgün istiqamətə tərəf yönəltsək. Düzgün istiqamətə tərəf yönəltsək nəfsi, olarıq biz, and ol Allaha, möhtəşəm bir varlıq. Möhtəşəm bir varlığa çevrilir. Bütün varlıqlardan, hər kəsdən üstün olaraq inni ca'ilun fil ardı xalifə, mən yer üzündə xəlifə yaradacağam. Yəni elə bir kəs yaradacağam ki, ona nəfs verəcəm. Nəfsin elə gözəl, ağıl da verəcəm. Nəfsini elə gözəl yerə istiqamətləndirəcək ki, o xəlifə adına layiq olacaq ki, hansı ki, o nəfsdir ki, onunla mübarizə aparanda, hər düzgün istiqamətə yönəldəndə insanda bir kamal ortaya çıxır, fəzilətlər ortaya çıxır. Hansı ki, bu mələklərdə yoxdur, digər varlıqda yoxdur, ancaq insandadır. İnsan üçün bu verilib. Buyurur Quranda Yusuf surəsinin 53-cü ayəsi. Burada bir işarə var, onu qeyd etmək istəyirəm. Amma bu ayə ilə qeyd etmək istəyirəm. İnsan nəfsini o zaman doğru yola istiqamətləndirə bilər ki, bu duada, münacatda onu bizə çatdırmaq istəyir. Nəfsinin islahını özündən yox, Rəbbindən bilsin. Rəbbindən bilməlidir. Rəbbinin köməyini bilməlidir ki, mənim nəfsim, insan ümumiyyətlə özünü hər şeydən uzaq bilməlidir ki, yəni mən tək başına nəfsimlə islah, mən bir dənə iradə edirəm, Allah kömək edir, mən tək başına nəfsini islah edə bilərəm, mən heç kiməm, kiməm? İnsan özünü aciz bilə, Allah qarşısına aciz bilə, nəfsini Allaha təslim edə və belə insanlar xoşbəxt olurlar. Belə insanlar səadətə çatırlar. Yoxsa mən özüm nəfsimi islah elədim, mən bu yerə, bəzi insanlara mən gəldim, mən bu uğura çatdım, mən bu uğura əldə etdim, mən, axırda o mən gəlir, ən uca mərtəbədən düşür yerə. Bilirsiniz, hadisəni Yusuf Peyğəmbər barəsində, Yusuf Peyğəmbər ki, Züleyxa ilə həmin o hadisə olmuşdu. Yusuf Peyğəmbər qaçdı, Züleyxadan qaçdı. Yəni, bilirsiniz, bu filmlə də baxmışsınız. Oradakı Züleyxa bir məclis təşkil edir və Yusufu da çağırır o məclisə. Xanımlar əlini doğrayır, meyvəni kəsəndə Quranda da bu barədə ayə var. Və orada deyirlər ki, məsələn, bu necə bir insandır, mələk bir insandır, qaçdı günahdan və s. bu kimi şeylər deyirlər. Orada Yusuf Peyğəmbərin dilindən belə bir ayə var. Ayədə qeyd edir ki, وَمَا أُبَرِّئُ النَّفْسِ deyir, mən nəfsimə bəraət qazandırmıram. Mən nəfsimi müdafiə eləmirəm, belə desək. İnnən nəfsə ləəmmarətun bis-sui. Deyir, mən nəfsimə bəraət qazandırmıram. Yəni, demək istəyir ki, mən nəfsimlə tək başına qalsın, mənim nəfs yerə yıxar. Mən nəfslə tək başına bacarmaram. Çünki həqiqətən nəfs pisliyə əmr edəndir, pisliyə çağırır.
istiqamətini itirəndə. İnnən nəfsə ləəmmarətun bis-su'i. Onda insan həlak oldu. Yusuf peyğəmbərin dilindən deyir: İllə mə rəhimə Rabbi, innə Rabbi qafurur rahim. Deyir, əgər Rəbbimin rəhməti olmasaydı mənim üzərimdə, nəfs insanı pisliyə tərəf çəkir. Mən həlak olardım. Çünki mənim Rəbbim örtəndir, günahları örtəndir, mərhəmətlidir. Görürsünüz, deyir, illə mə rəhimə Rabbi. Rəbbimin rəhməti olmasaydı, nəfsin içərisində boğulacaqdım və mən ən pis insanlara çevirəcək. Yusuf peyğəmbər kimi bir şəxs, kamil bir insan bunu deyir. Ona görə də nəfsdən şikayət edəndə insan elə şikayət etməlidir ki, bu münacat bizə bunu öyrədir ki, ilahi mən bacarmıram, mən nəfsimlə tək başına bacarmayasan. Sənin köməyin mənə lazımdır, yardımın mənə lazımdır. Bax, nəfs budur, düzgün istiqamətləndirmək lazımdır və nəfslə tək başına qalıb insan özü heç nə edə bilməz. Rəbbinin rəhmətini oradan güdməlidir, köməyini oradan güdməlidir. Ona görə dua deyir ki, İlahi ileykə əşqu nəfsən bis-su'i əmmarətən və iləl xətiyyəti mübadirətən və biməasikə mulə'a. İlahi, sənə elə bir nəfsdən şikayət edirəm ki, bizi pisliyə əmr edir. Günaha tələsməyə meyillidir bizim nəfsimiz və sənə qarşı olan günahlara aludə olmuşdur, İlahi. Bu cümə gününün hörmətinə bizə yardım elə ki, kömək elə. Məhərrəm ayıdır, İmam Hüseynin hörmətinə bizə yardım elə ki, biz nəfsimizdən qurtula bilək və bu Məhərrəm ayının əzadarlığı gözəl şəkildə keçirə bilək. İmam Hüseyn əleyhissalamın özü də insanın nəfsinin islahında böyük bir rolu var. Əzadarlıq məclisi də odur. Biz niyə əzadarlıq saxlayırıq? Məhərrəm ayında əzadarlıq keçiririk. Çünki nəfsimizin ən rahat şəkildə islah olunması üçün İmam Hüseyn lazımdır. Allah da bir insana rahat bir yol göstərir ki, necə nəfsin o problemlərindən, nəfsin o əmmarəsinin, əmrlərindən qurtara bilərsən. İmam Hüseyn əleyhissalam. Görürsün, hədis deyir ki, Həzrət Peyğəmbərdən də sallallahu aleyhi və alihi və səlləm buyurur ki, kim Hüseynə bir damla göz yaşı töksə, onun bütün günahları bağışlanar. Amma arifən bir haqqı təbii ki. Yəni, düzgün şəkildə riayət etsə, ciddi şəkildə günaha tövbə eləsə, düzəlmək niyyətində olsa, elə mən yoxsa günah eləyim, göz yaşı töküm, o cür yox. İnsan düzəlmək niyyətində olsa, yəni özünü kim gəlib Allaha təhvil versə, Allah onu Hüseynin məclisində bütün günahlarını bağışlayar bir göz yaşına görə. Başqalarının haqqını, öz haqqından keçər yəni Allah. Haqqınnas olmasa öz haqqından keçər. Görürsünüz, ən asan şəkildə insana bağışlanma yolu təqdim edir. O da İmam Hüseyn əleyhissalamın yoludur. İmam Hüseyn əleyhissalamın əzadarlığıdır. İnsanın qəlbində bir nuraniyyət yaradır. İnsanın qəlbində bir nur, deyirik, nur, ya nur, bunu demişik də biz. Ya nur, aydınladan. Yəni, qəlbimiz zülmətə tərəf gedir. Çirklərlə doludur. Aydınlat, təmizlə. Nur, Allahın nur ismi, aydınlat. İmam Hüseyn əleyhissalam Allahın o nur isminin təcəllasıdır ki, insan o məclisdə aydınlanır. Yəni, bu məclis keçməyənlər, bu məclisdə iştirak edilməyənlər, nə bilim, yuxarıdan aşağı baxanlar başa düşməyəcəklər. Valla başa düşməyəcəklər. Demirəm, o bir dənə söz var, bu eşqi siz başa düşməsiniz, bu mənada demək istəmirəm. Yəni, bu pafoslu söz danışmırıq biz. Həqiqətən də o məclisin bir nuraniyyəti var, bir məclisin gözəlliyi var. Allah bizləri İmam Hüseyn əleyhissalamın hörmətinə bağışlasın, İmam Hüseyn əleyhissalamın hörmətinə nəfsimizin islah olunmasında yardımcı olsun. Allahümmə inna nəsəlükə və nəd'uk bismikənə azimə əl-əzəm əl-əzzilə cəlil-əkrəm. Və bil-Hüseyn, ya Allah, 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 ya Allah. İlahəllərimizin ümid qaytarma, amin deyən dillərimizi lalı öldürmə, bağışlamamış bizləri qəbir evinə göndərmə. Qəbrimizin ilk gecəsində İmam Hüseyni başımızın üzərində hazır elə. Dünyada İmam Hüseyn əleyhissalamın ziyarətin, qiyamətdə şəfayətin bizlərə nəsib elə.
Dünya və axirət bizləri İmam Hüseyndən ayrı salma. Dünya və axirət bizləri Peyğəmbər və Əhl-i Beytindən ayrı salma. İlahi, bizləri İmam Hüseynin həqiqi əzadarlarından qərar ver. Dünyanın hər yerindəki İmam Hüseynə əzadarlıq təşkil ediblər, əzadarlıq edirlər. İlahi, ali dərəcədə qəbul elə. İlahi, Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. İlahi, Azərbaycan millətinin, xalqının qəlbindən İmam Hüseyn sevgisini alma. İlahi, çətinlikdə olanların çətinliklərini həll elə. Xəstə olanlar var, nəzərdə olan xəstələr var, onlara tezliklə şəfa ver. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə, qazilərimizə şəfa ver. Onların valideynlərinə səbir, inayət elə. İlahi, bu Məhərrəm ayında ustadımız mərhum Hacı Şahin Həsənlini də İmam Hüseynə qonaq qəbul elə. Onu qiyamətdə İmam Hüseynlə bir yerdə qərar ver. O da xidmət eləyib. İmam Hüseyni onun vasitəsilə tanımışıq. Bizə İmam Hüseyni tanıtdırıb. İlahi, İmam Hüseynin hacını İmam Hüseynin həqiqi dostlarından qərar ver və qiyamətdə də bizləri İmam Hüseyndən ayırma. İmam Zaman Əleyhisselamın zuhrunu tez elə, ağanın qəlbin bizdən razı və xoşnud elə. Haqqı Muhammedin və alih və haqqı surətil mübarəkətil Fatihəti mə'əs-salavat. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcə.